Yeni test 30. Salam uşaqlar, bu günləri biz halogenlər mövzusunda 200 səhifə 247-də məsələ həllini etmək istəyirəm. 80-cı sualın izahından başlayacağım uşaqlar. 80-da nə yazıb uşaqlar? Natrium OH, 7 natrium qələbsi plus xlor qazı ilə reaksiya girir. İstidə yazıb, baxın, oxun üstündə temperatur yazıb. Xlorun qələbi ilə reaksiyasından natrium xlorid plus natrium isti temperaturda gedirsə xloratın duzu və bir də su molekulu əmələ gəlir. Sonra burada uşaqlar yazıb ki, məhsul əmələ gəlir. Nü, nə miqdarının? Maddə miqdarının, molun, tau nədən asılı qrafiki, zamandan asılı qrafiki, məhsul koordinat başlanğıcından keçir. X əmələ gəlib, əvvəlcə X məhsulu, sonra Y əmələ gəlib və Z əmələ gəlib. Reaksiya eyni vaxtda qutarıb uşaqlar, baxın, eyni vaxtda. Əmələ gələn məhsulların maddi miqdarlarına görə X-i, Y-i, Z-i göstərib və burada deyir ki, qrafiki əsasən Z maddəsi üçün nə doğrudur? Biz əvvəlcə Z maddəsini müəyyən etməliyik. Bundan ötəri biz elektron balansı qurmalıyıq. Qələvi metallar bütün birləşmələrdə müsbət 1, hidroksidlərdə oksigen mənfi 2, hidrogen müsbət 1, bəsit maddə 0, müsbət 1, mənfi 1, müsbət 1, mənfi 2, xloratda 6-dan 1 çıxanda bu müsbət 5-dir. Xlor 0-dan bir dəfə mənfi 1-ə azaldısa artacaq. Baxın, digər duzun altından yazırıq 1 elektron. Xlor 0-dan müsbət 5-ə artdısa azalacaq. 5 elektronu da buradan yazırıq. 5 ilə 1 ixtisar getmir. 5-i yazırıq natrium xloridin qarşısına. 1 bura yazılmır. 1 əmsalı yazılmır. Natrium 5 mol atom. Burada da 1 mol atom. Bura bir 6 mol atom yazırıq. Xlor 5 mol atom, burada da 1 mol atom. 6 2-yə böləndə 3. Hidrogen 6 mol atom, 2-yə böləndə bura bir 3 mol atom. 3 mol atom burada, 3 mol atom da burada. Uşaqlar, buradan 3 məhsul əmələ gəlib. 5 mol əmələ gələn maddə xörək duzudur. Molu daha çox olan maddə xörək duzu 5 mol. 3 mol əmələ gələn maddə sudur. Su oksidlərə aiddir. Bu oksigensiz duz idi. X maddəsi, Y oksiddir və Z 1 mol əmələ gəlir. 1 mol əmələ gələn natrium xlor atdı. Bizə deyir ki, Z maddəsi üçün nə doğrudur? 1 oksiddir, yanlışdır birinci sualın. Oksid deyil, o duzlar sinifinə aiddir. 2 duzdur, doğrudur. İkinci doğrudur. Natrium xlorid, xloratdır. 3-də yazıb natrium xlorat. Bəli, sonunda at şəkilçisi var. 3 doğrudur. 4-də yazıb oksigensiz turşunun duzu. Oksigensiz deyil uşaqlar, oksigenli turşunun duzudur. 5-də yazıb ki, oksigenli turşunun duzudur. Bəli, 4 yanlış idi. 5 doğrudur. Oksigenli turşunun duzudur. 6 məhlulunun elektrolizindən, yəni bu duzun məhlulunun elektrolizindən natrium alınır. Uşaqlar, bu duzun məhlulunun elektrolizindən natriumun əvəzinə katodda natrium deyil, orada bu duzun suda məhlulunun elektrolizi zamanı, yəni natrium xloridin yox, xloratın, daha doğrusu suda məhlulunun elektrolizi zamanı. Katyon olaraq burada 2 dənə katyon var. Katodda natrium deyil, hidrogen əmələ gəlir. Biz elektroliz mövzusunu keçəndə nə demişdik? Litiumla alüminium arasında yerləşən metalların, duzlarının suda məhlulunun, baxın, suda məhlulunun elektrolizindən katod özü necə yüklənir? Mənfi. Katodda bu metalın əvəzinə hidrogen gedir və katodda nə qaz əmələ gəlir? Hidrogen. Yəni orada elektroliz zamanı bu duzun, natrium xloratın suda məhlulunun elektrolizindən natrium alınır, yanlışdır. Doğrunu göstərin uşaqlar. Doğru nə oldu? 2 oldu. Bir də təkrar deyirəm. Doğru oldu natrium xloratdır. 3 oldu. Doğru oldu oksigenli turşunun duzudur. 5 oldu. Cavab oldu 2, 3, bir də 5. Açıq sualdır bu. 2, 3, 5. Keçdik uşaqlar 81-ci suala. 81-ci sualda nə gəlir uşaqlar? 81-ci sualda yazıb ki, burada xlor 100 xlor qazı verilib. 81-ci sualda xlor qazı 134,4 litr xlor qazı artıq miqdarda götürülmüş kalium hidroksid məhlulu ilə qarşılıqlı təsirindən. Kalium hidroksidin isti kalium hidroksid məhlulu. İsti kalium hidroksid. İsti deyəndə baxın, qələvin xlorla reaksiyası temperatur deyilsə isti.
İsti dediyinə görə bura bir də temperatur yazırıq. Yenə də kalium xloridin duzu, istidə gedəndə xlor atın duzu və bir də su molekulu əmələ gəlir. Xlorun qələvi ilə iki cür reaksiyası var. Soyuq qələvi, bir də isti qələvi. Deyir, qarşılıqlı təsirindən neçə mol kalium xlorat alınır? Burada əmələ gələn kalium xloratın molun soruşur. Neçə mol kalium xlorat alınır? Elektron balansını qurub əmsallaşdırmaq lazımdır. Xlor sıfırdan -1-ə gəlir. Azaldısa artacaq bura bir elektron. Biri baxın bura yazıram. Xlor sıfırdan baxın bura müsbət 5-ə gəlir. Bir molekulun daxilində bir element həm elektronu alır, həm də elektron verir. Xlorun qələvlərlə reaksiyası öz-özünə oksidləşmə reduksiya reaksiyası, disproporsiya və ya dismutasiya adlanır. 5 aiddir bura kalium xloridin qarşısına. 1 bura yazılmış uşaqlar. 1 kalium xloridə yazılmır. 5 dənə kalium burada, bir də burada 6. Hidrogen 6 dənədir. 2-yə böləndə bura bir 3 yazırıq. Oksigen 3 dənə. Burada 3 dənə burada, 3 də burada 6 dənə. Xlora baxaq uşaqlar. 5 dənə xlor burada, bir də burada 6 dənə. 6 2-yə böləndə 3. 134,4 litrdən neçə mol kalium xlorat alınır? X mol. Xlorun qarşısına neçə yazılıb? 3 mol. 3 molu litrə çevirmək üçün 3,22,4 litrdən isə alınan kalium xloratın qarşısında uşaqlar heç nə yazılmayıbsa, baxın bura heç nə yoxdursa 1 mol kalium xlorat alınır. X da bərabərdir 134,4 bölünsün 67,2-yə. O da bərabərdir. Bunlar vergülləri atanda 2 mol kaliumdan əmələ gəlir xlorat. Növbəti suala keçidəlluq. Məhsulun çıxımı burada deyir 100%-dir. Axırda bir söz yazın uşaqlar. Məhsulun çıxımı 100%-dir. O deməkdir ki, yəni itki yoxdur. Alınan kalium xlorat elə 2 moldur. 2 molun 2 molu da qalıb. Kalium, təkrar edirəm, xlorat və ya Bertolli duzu deyirlər. Məhsul budur uşaq. Bəli, məhsulun çıxımı neçə faizdir orada? 100%. Çıxım 100% o deməkdir ki, yəni 2 mol alınmışdı. Hələ 2 molun ikisi də 2 mol əmələ gələn kalium xlorat necə varsa elə də qalıb. 82-ci suala baxırıq uşaqlar. 82-də nə deyir orada? 82-də deməli ortada bir xlor yazıb. Belə bir xlor yazıb. Xlor plus sinklə reaksiyası. Sink metaldır. Halogen sözünün mənası duz doğuran deməkdir. Sonra plus maqneziumla reaksiyası duz əmələ gələcək və plus alüminiumla da reaksiyasından duz əmələ gələcək. Deyir ki, 1 mol metalla, burada metal 1 moldur, burada da metal neçə moldur? 1 mol, burada da metal 1 moldur. 1 mol metalla reaksiya daxil olan xlorun mol sayını hesablayın. Baxın, sinklə valenti 2-dir. Sinkin valenti 2-dirsə, 1 molu ilə valentin yarısı qədər xlor reaksiya daxil olur. Yəni, sinkin valentin yarısı qədər 1 mol xlor sinklə reaksiya daxil olur. 1 yazmırlar, amma sizə görə yazıram ki, yəni fikir verin. Maqnezium valenti 2-dir. Maqnezium valenti 2 olduğuna görə maqneziumun 1 molu ilə reaksiya daxil olan xlor maqnezium valentin yarısı qədərdir. Yəni oradan da yenə də 1 mol xlor maqneziumla reaksiya daxil olur. Alüminiumun valenti 3-dir. Valentin yarısı qədər. 3-ün yarısı 1,5 mol xlor reaksiya daxil olur. Və sərf olunan xlor nə qədər oldu? 1 mol sinkə sərf olunub, 1 mol maqneziuma, 1,5 mol da alüminiuma xlor sərf olunub. Ümumilikdə 3,5 mol xlor sərf olunub. Yəni bu 3 metalla reaksiya girmək üçün nə qədər xlor lazımdır? 3,5 mol xlor lazımdır. Bu da açıq sualdır uşaqlar. Növbəti suala keçidəlluq. Yenə 83-də nə yazıb? 83-də yenə xlor yazıb. Xlor halogenlərə aiddir. Və halogenlərə aiddir natriumla reaksiyası, natrium xlorla reaksiyası, sonra yenə də yazırıq kalsium xlorla reaksiyası, sonra 3-cü metal, dəmirin xlorla reaksiyası. Uşaqlar, dəmir tək xlorla reaksiya girəndə özün 3 valentdə aparır, yaduza saxlayın. Kalsium valenti sabitdir, 2 valentlidir, natrium valenti 1-dir. Yəni, halogen sözünün mənası nə doğuran deməkdir? Duz doğuran. Deyir, hər reaksiyada, əgər hər bir halda 1 mol metal reaksiya daxil olub, metal 1 mol reaksiya daxil olub, burada da metal 1 mol reaksiya daxil olub, buradan da metal neçə mol reaksiya daxil olub? 1 mol reaksiya daxil olub. Natriumlar reaksiya daxil olan xlor valentin yarısı qədərdir. Neçə 10,5 mol reaksiya daxil olub? 0,5 mol. Üstə gəlmək. Kalsium xlorla reaksiya daxil olur. Valentin nəyə qədər? 1 mol kalsiumla
Reaksiya daxil olan xlor valentinin yarısı qədərdir. 2-nin yarısı 1 mol xlor kalsiumla reaksiya daxil olur. Və üçüncüdə də dəmirin xlor qazı ilə özün neçə valentdə aparır? 3 valentdir. Apardığına görə 1 mol dəmirlə reaksiya daxil olan xlor qazı olur 1,5 mol. Bütövlükdə cəmləyəndə 0,5, 1, bir də 1,5. O da eləyəcək uşaqlar cəmi neçə mol xlor lazımdır? 3 mol xlor qazı lazımdır. Üçünə birlikdə 3 mol xlor qazı lazımdır. Keçirik indi uşaqlar növbəti suala. Növbəti sual 84-dədir uşaqlar. 84-də burada qrafik var. Yəqin ki, siz evdə baxacaqsınız. O qrafiki görün. Diqqətlə fikir verin. Qrafik çəkilib. Qrafikdə belə bir turşu yazılıb. H, xlor, O, X yazılıb. Sonra yazıb ki, turşu molekulunda oksigenin kütlə payı. Omega oksigenin kütlə payı nə qədərdir? O yazırıq. Oksigenin kütlə payı A-dır. Sonra yazıb H, xlor, O, Y-dir. Oksigenin kütlə payı burada B verib. Sonra yazıb H, xlor, O, Z-dir. Oksigenin kütlə payı C verib. Və H, xlor, O, T verib. Oksigenin kütlə payına verib. Burada D verib. Və sonra aşağıdan belə bir şərt yazıb uşaqlar. C, buradakı oksigenin kütlə payı böyükdür A-dan. A da böyükdür B-dən. B də böyükdür nədən? D-dən. Yəni oksigenin kütlə payı ən çox olan turşu hansıdır? Təbiidir ki, oksigenin kütlə payı C-də çoxdursa, C perixloratdır. Nədir uşaqlar bu turşu? Z-in qiyməti neçə olacaq? 4. 4 olduğuna görə oksigenin nə payı? Kütlə payı böyükdür xloratdan. X-in qiyməti neçə olacaq? 3. Onun da kütlə payı böyükdür xloritdən. Xlorit turşusunda oksigen 2 mol atom olacaq B-də. Ən kiçik kütlə payı oksigen D-dədir və D-də də oksigen indeksi 1 olmalıdır. Deməli, burada T-nin qiyməti 1 olanda hipoxlorit turşusudur. T-nin qiyməti 1 olacaq. Baxın, burada T-nin yerinə 1 yazılmır da, hipoxloritdir. Burada Z-in yerinə 4 olduğuna görə peri nə deyirlər buna? Xlorat turşusu, perixlorat. Burada Y-in yerinə 2 olacaq, oksigen 2 mol atom olacaq, xlorit turşusu və X-in yerinə 3 olanda xlorat. Ən çox oksigenin kütlə payı hansındadır uşaqlar? 16 vurmaq 4. Yəni oksigenin ayrı bilirsiniz də 16-dır. 16-nı 4-ə vuranda 64 qram. Oksigenin qramı çox olduğuna görə nə payı çoxdur? Baxın, qramı çox olanın kütlə payı çox olur. İndi bizə də deyir ki, burada X-i tapın. X plus T-ni müəyyən edin. X-da xlorat olduğuna görə, oksigen 3 mol atom olduğuna görə X-in qiyməti 3-dür. T hipoxlorit olduğuna görə T-nin qiyməti 1-dir, oksigen 1 mol atom. Cəmləyəndə cavab neçə oldu uşaqlar? 4. 84-ün cavabı 4 oldu, açıq sualdır. Keçirik 85-ci suala. 85-də nədir uşaqlar? 85-də yenə eyni həmin cədvəldən verilib, turşular yazıb. Turşular nə yazıb? H, xlor, O, X yazıb, sonra yenə H, xlor, O, Y yazıb, sonra H, xlor, O, Z, H, xlor, O, T yazıb burada. Burada nəyin kütlə payını verib? Yenə də omega. Omega nə paydır kütlə payı? O nə deməkdir uşaqlar? O oksigen deməkdir. Bu X-da oksigenin kütlə payı A verib. Bu indeksi Y olan oksigenin indeksi Y-dirsə, burada oksigenin kütlə payı B verib. Burada indeksi Z olanda isə C və digərində isə D verib. Və sonra belə bir şərt verib. Ən böyük kütlə payı, oksigenin ən böyük kütlə payı C-dədir. C böyükdür A-dan, A da böyükdür B-dən, B də böyükdür D-dən. Oksigenin kütlə payı nə vaxt çox olur? Oksigen atomu çox olanda. Ən çox oksigenin sayı çox olan, oksigen atomu çox olan turşu hansı turşudur? Perixlorat. Yəni burada Z-in qiyməti 4 oldu. Burada oksigen atomu ona nisbətən A-da oksigenin kütlə payı az olduğuna görə X-in qiyməti 3 oldu, xlorat oldu. Və sonra B gəlir, oksigenin kütlə payı biraz da az olan. Burada Y-in qiyməti 2-dir, xloritdir. Ən az D-dədir. Burada oksigen atomunun sayı 1 dənədir. Yəni 1 rəqəmi indeksində yazılmır. Sadəcə olaraq T-nin qiyməti 1 yazırıq ki, yəni T 1-dir. Hipo nə turşusudur? Xlorit. Yəni belə qarşısında yazsam bu turşunun adı nə oldu? Hipoxlorit. Bu turşunun adı nə oldu uşaqlar? Perixlorat. Bu turşunun adı, burada Y yerinə 2 yazsam, xlorit turşusu və bu turşunun adı xlorat turşusu. Hipoxlorit, xlorit. Baxın, hipoxlorit, xlorit,
xlorat, bir də perxlorat. İndi bizdən nəyi soruşur uşaqlar? Y plus Z-i müəyyən edin. Y-in qiymətini neçə tapmışıq burada? 2. Z-in qiymətini neçədir uşaqlar? 4. 2 plus 4 cəmi neçəyə bərabərdir? 6. Cavab neçə oldu? 6. Növbəti suala keçirik uşaqlar. 86-cı sual. 86-da nə verib uşaqlar burada? Yazıb xlor. Baxın, yenə də isti qələvi ilə reaksiyası. Yetəri qədər xlorun isti və soyuq qələvi ilə reaksiyası var. Yəni bunu bilməmək məncə günah olar. Xlorun isti qələvi ilə reaksiyası, isti qələvi deyəndə nə yazırlar? Natrium xlorid, natrium istidə gedirsə xloratın dozu. Ümumiyyətlə xlor isti qələvi ilə də, soyuq qələvi ilə də reaksiya girəndə 2 dənə duz verir. İkisi də necə duzdur? Normal duz, oksigensiz duzdur. Bu da normal duzdur, oksigenli duzdur və sonunda nə molekulu verir? Su molekulu. Reaksiyaları göstərib. Sonra yenə yazıb xlor qələvi ilə reaksiya girir. Amma bu səfər oxun üstündə heç nə yazmayıb. Baxın, burada heç nə qeyd eləməyibsə, deməli siz bilməlisiniz ki, bu hansı qələvidir? Soyuq. Burada heç bir qeyd yoxdursa, temperatur yazmayıbsa, deməli o hansı qələvidir? Soyuq qələvi. Soyuq qələvi ilə girəndə yenə xloridin duzu, hipo nəyin duzu çıxacaq? Xloritin duzu, hipoxloritin duzu. Xlorid turşusunun duzu normal duzdur. Hipo natrium, hipoxlorid və bir də su molekulu əmələ gəlir. İndi bizə deyir ki, A ikisində də çıxır. Burada nə yazıb? A plus X bərabər plus B. Burada yazıb plus B. Burada da 3 dənə maddə çıxır. A plus Y plus B. Uşaqlar, eyni maddə nədir burada? A, B'lər burada sudur. İkisində də su var. B maddəsi hər ikisində nədir? Su. A maddəsi hər ikisində var. A maddələri hər ikisində nə duzu var burada? Xörək duzu var. Natrium xlorid, bir də natrium xlorid. Fərqli olan nədir? Fərqli olan X-la Y-dir. X burada natrium xloratdır. Y maddəsi isə X maddəsi natrium xloratdır. Y maddəsi isə natrium hipoxloriddir. Deməli, eyni maddə hər ikisində su var. Baxın, 3 dənə maddə əmələ gəlib burada. Diqqətlə fikir verin. 3 maddə əmələ gəlməmişdi məhsul. Birinci reaksiyadan natrium xlorid, natrium xlorat, bir də su. Soyuq qələvi ilə xlorid, hipoxlorid, bir də nə molekulu əmələ gəlmişdi? Orada yazmışam axırda su molekulu. Bir də burada su molekulu olmalıydı. Bir dənə təzədən göstərəm. Baxın, burada su molekulu olmalıdır. Sular eynidir. Su B ilə işarə edilir. B, suya B yazırıq. B ikisində də çıxır. A maddəsi duzdur, oksigensiz duz. Natrium xlorid, natrium xlorid. Fərqli olan oksigenli duzlardır. Hansı duzlardır? Oksigenli duz birində X maddəsi xloratın duzudur. Y-də isə natrium hipoxloridin duzudur. İndi sual belədir burada. Yazıb ki, uşaqlar, Mr X duzunun minus Mr Y duzu. X-in yerinə nə yazır uşaqlar? Natrium xlorat. Mr-indən. X maddəsi natrium xlorat edir. Çıxmaq lazımdır fərq. Mr natrium hipoxlorid. Baxın, şəkilçiyə diqqətlə fikir verin. Natrium bu Y duzudur. Natrium xloratdan fərq çıxırıq. Natrium hipoxlorid. Natriumlar tərəf-tərəfə çıxdı. Xlorlar da getdi. Oksigen 3 mol atomdur. Birin çıxandan sonra 2 mol atom oksigen qalır. 2 dənə oksigenin də kütləsi 2 vurmaq neçə eləyir? 16. O da bərabərdir. Fərqi neçəyə bərabərdir? 32. Cavab oldu. Fərqi neçə oldu uşaqlar? 32. Bu 86-cı sualın cavabı oldu. Növbəti suala keçirik. Növbəti sual nədir uşaqlar? 87. 87-yə diqqətlə baxın. 600 qram, orada yazıb 600 qram. 36,5% xlorid turşusunun məhluludur. 36,5% məhlul. Məhlul deyəndə məhlul nədən ibarətdir? Həll olan və həll edicidən ibarətdir. Məhlulu manqan 4 oksidlə reaksiyasından, bu məhlulun manqan neçə oksid ilə 4 oksidlə reaksiyasından alınan xlor qazı, yəni xloru tapmalıyıq. Neçə qram dəmirlə reaksiya girər? Yəni biz əvvəlcə xloru tapmalıyıq və xlorun da neçə qram dəmirlə reaksiya girdiyi müəyyən eləməliyik. Birinci nə edirik uşaqlar? 600 qramın 36,5%-ni tapırıq. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən. Ədədin faiz göstəricisini tapmaq üçün faiz göstəricisini vurub 100-ə bölülür. Elə bu ixtisar aparırıq 6 vurmaq 36,5 qram. Orada xlorid turşusu var. Böyütmürük. Rəqəmi vuruq şəklində saxlamaq lazımdır. Baxın, vuruq şəklində saxlayanda daha məqsədə uyğundur. Sonra yazırıq uşaqlar
deməli ardın nə edirik? Həmin o xlorid turşusu, manqan 4 oksid əlavə edirlər. Məhlulun üzərinə xlorid turşusu var axı burada. Nə qədər tapdıq? 6 vurmaq 36,5 qram xlorid turşusu üzərinə. Manqan 4 oksidini əlavə eləyəndə nə çıxır buradan? Manqan 2 xlorid əmələ gəlir. Sərbəst xlor qazı və bir də su molekulu əmələ gəlir. Bu yolla xlorun harda alınmasıdır? Laboratoriyada alınması. Xlor 2 mol atom, 2 mol atom olur 4. Bura bir 4 yazırıq. Manqan 1 dənə, 1 dənə. Oksigenə baxın. Burada hidrogen 4 dənə, burada 2 dənə, bura bir 2 yazırıq. Alınan xlor qazın deyəndə xlor qazını tapmalıyıq. Sonra da xloru dəmirlə reaksiya aparmalıyıq. Dəmirin kütləsini. Xlor əmələ gəldi və təzədən sərf olunduğuna görə aralıq məhsulu nə ilə tapmaq məqsədə uyğundur? Molla. Yəni molla hesablayanda daha kiçik rəqəmə çıxır. Buradan nə qədər xlorid turşusu sərf olunur? 4 molu qrama çevirəndə 4 vurmaq. Xlorid turşusunun molar kütləsi nə qədərdir? Elə molar kütləsi də 36,5 qramdır. Yəni molar kütlə H xlor orada verilib. Emiri. Molar kütlə emirə bərabərdir. O da eləyir 36,5. 4 molu isə 4 vurmaq 36,5 qram reaksiya girəndə, baxın xlorun qarşısında heç nə yazılmayıbsa, neçə mol xlor qazı çıxır? Xlor qazı, qaz alınır burada. 1 mol xlor qazı əmələ gəlir. Burada 36,5-lər ixtisar gedir. X da bərabərdir 6 bölmək 4. 6-yı 4-ə böləndə burada nə qalır? 3 bölmək 2. 3 bölmək 2, 1/5 mol xlor qazı əmələ gəlir. Və bu xlor qazı dəmirlə reaksiya girməlidir. Xloru tapdıq uşaqlar. Xloru tapandan sonra xlor qazı dəmirlə reaksiya aparırıq. Dəmir xlor qazı ilə reaksiya girəndə temperaturda gedir və dəmir özün 3 valentdə aparır. Dəmir 3 xlorid əmələ gəlir. Xlor burada 2 dənə, burada 3 dənə. Bura bir 2 yazırıq. Bura bir 2, bura bir 3. 1/5 mol xlor qazı ilə, baxın xlorun altından xətt çəkdik. Neçə qram dəmir reaksiya girir? Dəmirin aşağı hissəsindən yazırıq. Neçə qram? X qram dəmir reaksiya girir. Xlorun moluna baxın. Neçə mol xlor reaksiya girir burada? 3 mol. Baxın mol 3 moldur. 3 molla isə dəmirin qramın altından 2 molu qrama çevriləndə 2 vurmaq 56. 56 yəqin bilirsiniz ki, ayır dəmir neçəyə bərabərdir? 56-ya. İndi bunu buna, bunu da buna vuranda x bərabərdir. 1/5-i 2-yə vurmaq 56, o da bölmək 3-ə. Bunlar ixtisar gedir uşaqlar. Cavab bərabərdə 56 qram dəmirlə reaksiya girir. Cavab neçə oldu? 56 qram dəmirlə reaksiya daxil olur. Keçdik biz indi 88-ci suala. 88-ci sual maraqlı sualdır uşaqlar. 4 qram X brom, 2 valentli metalın bromid duzudur. Baxın, bu neçə valentli metaldır? 2 valentli metalın oksigensiz duzudur. 4 qram. X brom 2 birləşməsinə flor ilə reaksiya girdikdə, baxın, flor qazı ilə reaksiya daxil olur. Flor bromdan əvvəl gəldiyinə görə onu sıxışdırıb çıxarır. X-in valenti 2-dir, flor 1 valentlidir, X metaldır. X flor 2 duz əmələ gəlir və plus brom ayırır. Yəni əvvəl gələn halogen özündən sonra gələn halogeni duzdan sıxışdırıb çıxarır. Əmsal verməyə ehtiyac yoxdur burada. Sol sağa nədir? Bərabərdir. 4 qram X brom 2-dən flor ilə reaksiya girdikdə 1,56 qram duz əmələ gəlib. Baxın, bu duz reaksiya girib, bu duz əmələ gəlib. 4 qramdan 1,56 qrama gələndə sözsüz ki, duzun kütləsi neyinib? Azalıb. Hər iki duzda X var. Baxın, burada da bir X var, burada da bir də X olduğuna görə kütlənin nə qanununa istifadə edəcək? Saxlanma qanunundan. 4 qramlıq duz reaksiya girib. Nəticədə neçə qramlıq duz çıxıb? 1,56. Azalıb deyəndə böyük rəqəmlə, yəni 4 qramdan çıxmaq lazımdır. 1,56. 4, burada da 4. 2 tam nə qədər azalıb? 2 tam %44 qram azalıb. Yəni 4 qram duz reaksiya girəndə 1,56 qram duz çıxdığına görə 2 tam %44 qram azalan var. Azalan deyəndə bir də təkrar edirəm. Birinci duzun kütləsindən ikinci duzun kütləsini çıxanda azalanı tapdıq. Baxın, burada nəyi tapdıq? Azalanı. Qramın altından necə kütlə yazırlar? Molar kütlə. Bunun altından yazıram X. Bunun altından yazırıq. Baxın, X plus 80-ı 2-yə vuranda molar kütləsini hesablayanda 160 eləyir. Bunun ayrı X-dır. Elə 80 budur. Bu X-dır. Bu da 80-ı vurduq 2-yə.
X plus 160 isə birinci duzun molar kütləsindən ikinci duzun molar kütləsini çıxanda X plus 160 çıxmaq, ikinci duz molar kütləsi X plus 19 florun ayrıdır, vurduq 2-yə, 19-u 2-yə vuranda 38 çıxır. X-lar gedir uşaqlar, 160-dan 38 çıxanda neçə qalır? 160-dan 38 çıxanda 100, neçə qalır orada? 22. Azalan var. Azalan neçə oldu uşaqlar? Birinci duzun emerindən ikinci duzun emerini çıxanda 122 qram azalan var. Biz X-i müəyyən edirik. Deyir ki, X-in nisbi atom kütləsini hesablayın. Yəni həmin bu metalın ayrını hesablamaq lazımdır. Metalın ayrını hesablamaq üçün nə edirik? X plus 160-da, bir də təkrar edirəm, nə qədər azaldı? 122 qram azalan varsa, 4 qram reaksiya girəndə duz 2,44 qram azalan var. X plus 160-a bir məhsul kimi baxanda 4 vurmaq 122 bölünsün 2,44-ə. Virgülü atdıq bura 2,0. Bununla bu ixtisar getdi uşaqlar 2-yə. 200 qaldı. X da bərabərdir 200-dən. Çıxmaq lazımdır 160-ı. O da bərabərdir. 200-dən 160 çıxanda nə qədər eləyir? 40. Deməli, həmin metalın ayrı, naməlum X metalının ayrı 40 imiş. Ayrı 40 olan metal kalsium olur. Cavab neçə oldu uşaqlar? 40. Keçdik növbəti suala. Növbəti sualda nə deyir uşaqlar? Deyir ki, yenə də bu sualdandır. 89. Bu sual 4-cü qrupa düşən sualdır uşaqlar. 2 dəfə düşüb vaxtı ilə. X, baxın, X brom 2. İkivalentli metalın bromid duzudur. 2 qramdır. Xlor qazı ilə reaksiyasından, deyir X brom 2 birləşməsi xlor ilə reaksiya daxil olub. Xlor ilə reaksiyasından, reaksiya girdikdə, xlor, X xlor 2 və bir də brom əmələ gəlir. Sol hara bərabərdir? Sağa nədir? Bərabərdir. 2 qram duz reaksiya girəndə 1,11 qram duz əmələ gəlir. 2 qramlıq duzdan 1,11 qram X xlor 2 birləşməsi əmələ gəlir. X-in deyir ayrını deyir müəyyən edin. Ayır X bərabərdir sual işarəsi. Sizə az əvvəl dediyim kimi X burada da var, uşaqlar burada da var. Neçədən yerdə var? 2-dən yerdə varsa kütlənin nə qanundan istifadə edilir? Saxlanma qanununa. 2 qramlıq duz reaksiya girib əvəzində 1,11 daha doğrusu %11 qramlıq duz əmələ gəlib. 2-dən çıxır o 1,11-i. 0,89 qram azalan var. Deməli, 2 qramlıq duz reaksiya girəndə 0,89 qram azalıb. Duzun kütləsi nə qədər azalıb? Bu qədər azalıb. Qramın altından molar kütləyə yazanda X plus 80-dır. Baxın, bunun ayrı 80-dır. 2-yə vuranda X plus 160-da isə azalanı tapmaq üçün birinci duzun molar kütləsindən ikinci duzun molar kütləsini çıxmaq lazımdır. X plus 160 çıxmaq. X, bunun ayrı X-dir. 35,5-i vurduq 2-yə 71 eləyir. X-lar 7. 160-dan 71 çıxanda nə qədər eləyir uşaqlar? 9. Sonra 15-dən 7 çıxanda 80 neçə elədi? 9. Bunda azalan neçə elədi? 89. X-lar gedəndən sonra 89 qram azalır. X plus 160-a bir nə kimi baxmaq lazımdır? Məhsul kimi baxırıq. X plus 160-a bir məhsul kimi baxanda tənasüb bir də təzədən istəyirsiniz yazım uşaqlar burada. Görünməyəcək. 2 qramdan nə qədər əmələ gəldi? Azalan 2 qram duz reaksiya girəndə 0,89 qram azalan var. Azalanı tapmaq üçün bildiyinizdə böyük emeri duzdan kiçik emeri çıxdı. Bəs duzun qramın altından molar kütlə X plus 160 qram reaksiya girəndə isə birinci duzun emerindən ikinci duzun emerini çıxanda 89 qram azalıb. Buna bir məhsul kimi baxanda X plus 160 bərabərdir 2 vurmaq 89 bölünsün 0,89-a. Virgülü atdıq yuxarı 2, 0. 89-lar gedəndən sonra burada neçə yüz qaldı uşaqlar? 200. X da bərabərdir. 200-dən də 160 çıxanda 40. Kalsiumdur. Bəli, bu da kalsiumdur. Ayrı 40 olan metal kalsium olur. Və buradan öyrəndiniz ki, hər əvvəl gələn halogen özündən sonra gələn halogeni duz məhlulundan sıxışdırıb çıxarır.
Keçid alılıq 89-un cavabı oldu 40. 90-cı suala. 90-cı sualda nə deyir? Xlor yazıb, pilus qələvi yazıb və oxun üstündə isti yazıb. Nə yazıb burada? İsti qələvi ilə reaksiya girir. İsti yazıbsa 2 duz verəcək. Xloridin duzu və xloratın nəyi çıxacaq? Duzu və bir də su molekulu çıxır. Mütləq bu reaksiya varsa bu əmsallaşdırmaq lazımdır. Burada sual verir ki, 50 Na sayda xlor atomu reduksiya olunubsa, 50 Na qədər xlor atomu deyir uşaqlar, molekulu yox, atomu reduksiya olunub. Reduksiya olunubsa neçə mol xlor atomu oksidləşir? Neçə mol xlor atomu neynirdir? Oksidləşir. Oksidləşir. Buradan xlor sıfırdan bir dəfə -1-ə gəlir, bir dəfə də müsbət 5-ə gəlir. Xlorun qələvlərlə reaksiyası öz-özünə oksidləşmə reduksiya reaksiyası, disproporsiya və ya dismutasiyadır. Xlor qələvlərlə reaksiya girəndə həm elektron alır, həm də elektron verir. Sıfırdan -1-ə gələndə 1 elektron alıb. 1 elektron alıbsa, sıfırdan -1-ə gəlib 1 elektron alıb və sıfırdan müsbət 5-ə gedib 5 də elektron verib. 5-i gətirdik bura uşaqlar, 1-i də bura. 1 yazılmır, mən sizə görə yazdım ki, yəni fikir verin, ora əmsal atma olmaz. Kalium 5 dənə, burada 1 dənə, bura bir 6. Hidrogen 6 dənədir, bura bir 3 yazırıq. Oksigen, xlora baxırıq 5, burada da 1, 6 2-yə böləndə 3. Diqqətlə baxın, xlor atomu neçədəndir? 3-ü vurun 2-yə, 6 mol atom xlor var. Reaksiya daxil olan xlor atomu nə qədərdir? 6 mol atom. 6 mol atomun 5 dənəsi, 5 atomu -1-ə gəlir. -1-ə gələn nədir? Oksidləşdiricidir. Yəni özünə elektron alıb. Sıfırdan -1-ə gəlmək üçün oksidləşdiricidir. Nə olunur? Reduksiya olunur. Reduksiya olunur. Bəs 6 dənə 5 dənəsi reduksiya olunur. Bir dənəsi isə neçə 5-ə gəlib? Müsbət 5-ə. Baxın, bir dənəsi müsbət 5-ə gəlib. Bu da uşaqlar reduksiya edicidir. Oksidləşir. Oksidləşir. Bizə deyir ki, 50 Na qədər reduksiya olunubsa, neçə mol xlor atomu oksidləşir? 50 Na qədər reduksiya olunanda neçə mol atom oksidləşir və bizdə indi nə qədər reduksiya olunan var? 5 Na qədər, baxın 5 Na qədər reduksiya olunanda 1 mol xlor atomu oksidləşir. Baxın bu reaksiyada 5 mol atom reduksiya olunur. 5 mol atom reduksiya olunur. 5 mol atomu sayı çevirmək üçün 5 vurmaq Na qədər reduksiya olunanda neçə mol xlor oksidləşir? 1 mol nə oksidləşir? Xlor atomu neynir? Oksidləşir. İndi tənasübü necə quraq uşaqlar? Deməli, tənasübü belə qururuq. 50 Na qədər reduksiya olunursa yazaq. O zaman neçə mol atom, xlor atomu oksidləşir? Oksidləşir. Bunun altına yazırıq reaksiya uyğun. Reduksiya olunan nə qədər idi? 5 molu sayı çevirmək üçün 5 Na qədər reduksiya olunursa, o zaman orada oksidləşən neçə mol oldu? 1 mol xlor atomu oksidləşir və neçə 5-ə gəlir? Müsbət 5-ə gəlir. Yəni reduksiya edicidir, oksidləşir. Neçə mol atom? 1 mol atom. N'lar gedir, uşaqlar, x da bərabərdir. 50-ni də böldük 5-ə, o da bərabərdir 10 mol xlor atomu oksidləşir. 10 mol xlor nəyi? Atomu oksidləşir. Növbəti suala keçid alıq 91-ə. 91-ə keçid alıq. 91-də nə deyir burada uşaqlar? Deməli, 91-də göstərir ki, X maddəsi xlorla reaksiyasından alınan məhsullar. Birinci, X maddəsinin xlorla reaksiyasından alınan məhsul X xlor 3-dür. İkincidə X xlordur. Üçüncüdə isə X2 xlor 2-dir. Və deyir, X maddəsini müəyyən edin. X maddəsi A-da kalium yazıb, B-də alüminium yazıb uşaqlar. C-də dəmir yazıb burada. D-də kükürt yazıb və Y bəndində də natrium yazıb. X xlorla reaksiya girib özün 3 valentdə aparırsa, deməli bu
B-dir, ya da C-dir. Deməli, X-in yerinə birinciyə B ilə C yazırıq. Ona görə ki, alüminium valenti 3-dür. X-in yerinə qoysam, xlor qazı ilə reaksiya daxil olur. Temperaturda alüminium nə əmələ gəlir? Xlorid, duz əmələ gəlir. Sol hara bərabərdir? Sağa bərabər eləmək üçün əmsallaşdırdıq. Və yaxud da dəmir, xlor qazı ilə reaksiya girir. Temperaturda dəmir neçə xlorid əmələ gəlir? 3 xlorid əmələ gəlir. Bura 1, 2, bura 1, 2, bura 1, 3. Sonra yazırıq, deməli, birinciyə aid oldu nə uşaqlar? Biri aid oldu B, bir də nə aid oldu C. 2-də X-in valenti 1-dir. Xlorla reaksiya girəndə özün 1 valentdə aparan 2 aiddir A və 2 aiddir Y. A ilə Y o demək ki, kalium və natrium. 3 də metal xlorla adi şəraitdə reaksiya girir. Kalium, natrium, bir də stibium. Yadınızda saxlayın, bu əlavə deyirəm. Kalium, natrium və stibium xlorla necə şəraitdə reaksiya daxil olur? Adi şəraitdə. Və üçüncüyə aiddir uşaqlar kükür. Kükürdün xlorla 2 cür reaksiyası var. Xlor az olanda S2, xlor 2. Baxın, bura bu X-in yerinə kükürd yazıram. D aiddir üçüncüyə. 1-ə aid oldu BC, 2-yə aid oldu A, bir də Y, üçüncüyə də aid oldu D. Qeyd edirəm, baxın, bura uşaqlar kükürd, xlorla 2 cür reaksiyası var. Kükürt xlorla temperaturda reaksiya girir. Xlor az olanda S2, xlor 2 əmələ gəlir. Xlor kükürdün qarşısına 2 yazırıq. Sıfırdan bir dəfə müsbət 1-ə gəlir, bir dəfə də sıfırdan mənfi 1-ə gəlir. Yox, əgər kükürt xlorla reaksiya girsə, xlor qazı çox götürülsə, temperaturda o zaman S, xlor 2 əmələ gəlir. Xlor mənfi 1, kükürt neçə 2 oldu? Müsbət 2. Baxın, 2 mola, diqqətlə fikir verin. Neçə mol reaksiya girir? Qarşısında heç nə yazılmıyorsa 1 mol. O demək ki, 1 mola 2-nin yarısı 1-dirsə, 1-in yarısı x-də, x-də bərabər neçə? 5 mol oldu, 0,5. Burada da 1 mola elə neçə mol reaksiya girir? 1 mol reaksiya girdi. Yəni, burada 1 mola 0,5 girir reaksiya. 1 mola birinci reaksiyada 2-yə 1-dirsə, 1-ə 0,5 reaksiya daxil olur. İkinci reaksiyada isə 1 mola 1 mol reaksiya daxil olur. Yəni, burada xlor çoxdur, digərində isə xlor azdır. Keçdik növbəti suala. 91-in cavabını yazdım uşaqlar sizə. İndi keçirik digər suala. Digər sualda yenə də 92-də nə yazıb burada? 92-də yazıb ki, birinci sual. 92-də yazıb ki, X xlor neçə oldu? Burada yazıb X xlor 4. Sonra yazıb ikincidə, yazıb uşaqlar X xlor 3. Sonra yazıb üçüncüdə, üçüncü yazırıq. Üçüncüdə nə yazır? X xlor 2. Və maddələr yazıb. A bəndində maqneziumdur. Dəmir. B bəndində dəmirdir. C-də silisium. C-də silisiumdur. D-də karbon. D-də karbondur. Y-də alüminium. Y-də alüminium. İndi baxın. Silisium xlorun yanında özünü 4 valentdə aparır. Bax, silisium valenti 2, 4-dür. Xlorla reaksiyada özünü 4 valentdə aparır. Deməli, 1-ə aiddir C. Reaksiya belə idi. Silisium plus xlor qazı ilə reaksiya girir. Temperaturda silisium 4 xlor idi. Bura bir neçə yazırıq? 2. Sonra uşaqlar karbon xlorla bilavasitə reaksiyası yoxdur. Yəni elə fikirləşməyin ki, tetraxlor metan var. Baxın, D-yə qarşı diqqətli olun. Bir də qeyd edirəm. Karbonun xlorla bilavasitə reaksiyası nədir? Yoxdur. Tetraxlor metan olsa da, belə bir maddə olsa da, necə yollarla alınır? Dolay yollarla alınır. Yəni, karbonun birbaşa xlor qazı ilə reaksiyası yoxdur. Tetraxlor metanı almaq üçün metan tam xlorlaşmalıdır. Yəni, metan CH4 4 mol xlorla girməlidir. Bunu götürə bilmərik. X özün 3 valentdə aparırsa, xlorla reaksiya girəndə, burada dəmir aiddir ona, B bəndə aiddir və bir də Y aiddir ikinciyə. Biri aid oldu C. İkincidə dəmir xlorla 3 valentdə olur. Dəmir 3 xlorid. Alüminium valenti 3-dür. Alüminium 3 demirlər. Alüminium xlorid sabit valent. Və 2 valentdə özünü aparan da burada 3-ə də aiddir. A bəndi. O da maqnezium. Maqnezium deməli xlorla reaksiya girəndə özünü neçə valentdə aparır? 3 valentdir. Reaksiyanın biri belə idi. Silisium xlorla reaksiyası temperaturda. Silisium 4 xlorid əmələ gəlir uşaqlar.
Bura bir 2. Yadınızda saxlayın, bir də təkrar edirəm. Karbonun xlorla bilavasitə reaksiyası yoxdur. Sonra alüminium xlorla reaksiyası ikinci sualda temperaturda gedir. Alüminium xlorid əmələ gəlir. Halogen sözünün mənası duz doğuran deməkdir. Dəmir xlorla temperaturda reaksiya girir. Dəmir tək xlor qazı ilə reaksiya girəndə 3 xlorid əmələ gəlir. O da duzdur uşaqlar. Duzlar sinifinə aiddir. Sonra orada bir də magnezium qaldı. Magneziumun xlorla reaksiyasından duz əmələ gəlir. O da temperaturda gedir. Magnezium xlorid sabit valentli metalın duzu əmələ gəlir. Növbəti suala keçid alırıq. Axırıncı sualı yazıram burada. Deməli, sonuncu sualda nədir? 93. 93-cü sualda. Reaksiya xlor verib burada. Reaksiya daxil olan maddə xlorun qarşısında belə xəttlər çəkib. Yazıb burada X, sonra yazıb Y və bir də Z yazıb. X ilə reaksiyası disproporsiyadır. Disproporsiya qısa yazaq, disproporsiya. Yəni öz-özünə oksidləşmə, reduksiya reaksiyası. Alınan məhsula nə yazıb? Məhsul, nə yazıb bura? Məhsul su çıxır uşaqlar. Sonra ikincidə nə yazıb? İkinci molekullar arası yazıb. Molekul arası reaksiyada oksidləşmə reduksiya reaksiyası. Alınan maddə nə yazıb? Y xlor 2. Və üçüncü yenə də molekullar arası yazıb. Üçüncü, yəni xlorun Z ilə reaksiyası yenə də uşaqların molekul arasıdır. Molekul arası oksidləşmə reduksiya reaksiyasıdır. Və alınan maddə Z nədir orada? Alınan maddəyə baxın. Z 3 xlorid. Yəni Z-in valenti burada 3-dür. 1 X 2-də yazıb, Y yazıb və 3-də də burada Z-i verib. Nə yazmalıyıq? A-da qələvi yazırıq, qələvi. Yeyci kalium qələvisi. Yox, yeyci kalium qələvisi. Natrium OH-dır, kaustik sodadır. B. Yeyci kalium qələvisi sadəcə olaraq. Mis. Sonra C-də D verib, dəmir verib uşaqlar. Sonra verib D-də nə verib burada? Kalsium və axırıncı Y-də də alüminium verib. Su alınırsa, oksidləşmə reduksiya reaksiyasından reaksiya daxil olub su alınıbsa, öz-özünə qələvidir o. X-in yerinə nə yazırıq? Qələvi. X-in yerinə burada qələvi yazırıq. Xlor qələvi ilə reaksiyasında öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır. Soyuq qələvi yazsam, soyuq yazıram. Burada oxun üstündə heç nə yazmıram. Kalium xloridin duzu, hipoxloridin duzu və bir də su çıxır. Üçü birlikdə buna javel suyu deyilir. Baxın, üçü birlikdə nə suyu deyirlər? Javel suyu ağardıcı və dezinfeksiya edicidir. Javel suyunun daxilində oksigensiz turşunun duzu var. Oksigenli turşunun nəyi var burada? Duzu. Xlor burada sıfırdan bir dəfə mənfi 1-ə gəlir, bir dəfə də sıfırdan müsbət 1-ə gəlir. Bir molekulun daxilində bir element həm alır, həm verir. Öz-özünə oksidləşmə reduksiya reaksiyası, disproporsiya və ya dismutasiya. Birinci X-ə aiddir A. Yəni xlorun qələvi ilə reaksiyasından. Baxın, javel suyu təkcə xlorun kalium OH-la yox ha. Xlor kalium OH-la soyuq halda və natrium OH-la soyuq qələvi ilə reaksiyasından, iki reaksiyanın ikisindən də soyuq halda gedirsə, hər iki reaksiyadan soyuq qələvlərinin reaksiyasından xlorun kalium OH və natrium OH-la reaksiyasından javel suyu əmələ gəlir. Nə suyu əmələ gəlir? Javel suyu əmələ gəlir. Y-ə nə baxırıq? Molekullar arasıdır və Y özünün ikivalentdə aparıbsa, ora mis yazmaq olar. Misin xlorla reaksiyasından, misin xlorid turşusuna reaksiyası yoxdur, lakin xlorla reaksiyası var. Mis 2 xlorid əmələ gəlir. Mis xlor qazı ilə reaksiya girib, mis neçə xlorid əmələ gəlir? 2 xlorid neyinir? Əmələ gəlir. Sıfırdan neçə 2-yə gəlir bura? Müsbət 2-yə, sıfırdan mənfi 1-ə. Yəni, biri elektron verir, digəri isə alır. Elektronu verənə nə deyirlər burada? Reduksiya edici, alana oksidləşdirici, molekullar arası oksidləşmə reduksiya reaksiyasına aiddir. Və bir də kalsiumla reaksiyası bura aiddir. Y-ə aiddir, kalsiumda xlorla reaksiya girir. Kalsium nə əmələ gələcək? Xlorid. Bu da molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. Sıfırdan müsbət 2-yə, sıfırdan mənfi 1-ə. Biri elektron verir, digərisi alır. Verən reduksiya edicidir. Alan molekul xlordur, xlor da oksidləşdiricidir. Molekullar arası oksidləşmə nə reaksiyasıdır? Reduksiya reaksiyasıdır. X-a aiddir A, disproporsiya aiddir A. Y-ə aiddir nə?
Y-ə aiddir molekullar arası oksidləşmə reduksiya reaksiyası və Y-də 2 valentli olan bir B aiddir Y-ə və bir də Y aiddir. Sonra gəlir uşaqlar Z. Üçüncü nədir orada? Z. Z-də 3 valentli olmalıdır və özü də molekullar arası oksidləşmə reduksiya reaksiyası biri dəmirdir, biri də alüminiumdur. Bir də təkrar edirəm, dəmirin xlorla reaksiyası temperaturda gedir. Dəmir 3 xlorid əmələ gəlir. Bura 1-2, bura 1-2, bura 1-3. Alüminium xlor qazı ilə reaksiya gedir. Alüminium xlorid əmələ gəlir. -1 əmsallaşdıranda 2, 2, 3. Bu da -3. Sıfırdan -3-ə elektronu verənə nə deyirlər? Reduksiya edici. Sıfırdan -1-ə alana oksidləşdirici. Bu elektron verir, bu da alır. Molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır və Z xlor 3 əmələ gəlir ikisində də. Sıfırdan -3, burada da sıfırdan -1-ə. Deməli, Z-də də aiddir burada. Nə aiddir uşaqlar? S ilə Y. S və Y. Yekun.